Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva milli qəhrəman Pəncəli Teymurovun ailəsini ziyarət ediblər. Aprel döyüşləri zamanı şəhid olmuş Pəncəli Teymurovun xatirəsi ehtiramla yad edilib. Qəhrəmanın muzeyinə baxış keçirilib. Səmimi görüş zamanı onun vətən uğrunda xidmətləri, hərbiçi kimi yüksək peşəkarlığı və şücaətindən söhbət açılıb. Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 2015-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə igidliyə görə, aprel döyüşlərindəki misilsiz şücaətinə görə isə ölümündən sonra vətən uğrunda medalı və Azərbaycan milli qəhrəmanı adı ilə təltif olunub. Ziyarətin sonunda Pəncəli Teymurovun ailəsi ilə xatirə fotosu çəkdirildi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva milli qəhrəman Pəncəli Teymurovun ailəsini ziyarət ediblər. Aprel döyüşləri zamanı şəhid olmuş Pəncəli Teymurovun xatirəsi ehtiramla yad edilib. Qəhrəmanın muzeyinə baxış keçirilib. Səmimi görüş zamanı onun vətən uğrunda xidmətləri, hərbiçi kimi yüksək peşəkarlığı və şücaətindən söhbət açılıb. Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 2015-ci ildə Azərbaycan prezidentinin sərəncamı ilə igidliyə görə, aprel döyüşlərindəki misilsiz şücaətinə görə isə ölümündən sonra vətən uğrunda medalı və Azərbaycan milli qəhrəmanı adı ilə təltif olunub. Ziyarətin sonunda Pəncəli Teymurovun ailəsi ilə xatirə fotosu çəkdirildi.